Salam. Balaəli tam adı. Balaəli Rzayev müasir Azərbaycan meyxana sənətinin ən populyar və mübahisəli nümayəndələrindən biridir. Əslən Bakının Maştağa kəndindəndir və daha çox Balaəli Maştağalı kimi tanınır. Onun haqqında əsas məlumatlar bunlardır. Məşhurluğu. Meyxanaya fərqli bir üslub, trend və şou elementi gətirməsi ilə tanınır. Xüsusilə sosial şəbəkələrdə TikTok, Instagram paylaşılan meyxanaları və replikaları ilə geniş kütlə tərəfindən izlənilir. Yaradıcılığı. O, həm dəyişmələrdə, həm də ritmik meyxanalarda aktivdir. Pərviz Bülbülə, Orxan Lökbatanlı və Rəşad Dağlı kimi tanınmış söz ustaları ilə eyni məclislərdə çıxış edir. Şəxsi həyatı. Ailəlidir, Dəniz adında bir qızı və 2025-ci ilin sonlarında dünyaya gələn bir oğlu var. Gündəmdəki hadisələr. 2026-cı ilin yanvar ayında Zarafat bir yana verilişində Çin və Kitay haqqında verdiyi coğrafi şərhləri, həmçinin öz geyim brendini yaratmaq istəyi ilə yenidən geniş müzakirələrə səbəb olmuşdur. Balaəli həm tənqid olunan, həm də çox sevilən bir simadır. Bəzi mütəxəssislər onun üslubunun meyxana ənənələrini zəiflətdiyini iddia etsə də, o, hazırda janrın ən çox gəlir gətirən və tələb olunan simalarından biridir.